İmtahanlarda uğursuzluğun əsas səbəbi nədir bilirsiniz? Hazırlaşmamaq yox, səhv hazırlaşmaq. Azərbaycanda artıq minlərlə şagird və müəllimin istifadə etdiyi yeni bir platforma var. Söhbət ATP.az platformasından gedir. Blok imtahana hazırlaşan abituriyentlər, 1-dən 11-ci sinifə qədər şagirdlər, hətta MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün xüsusi sistem hazırlanıb. Platformada yeni nəsil onlayn sınaqlar, izahlı həllər və real imtahan formatına uyğun suallar yerləşdirilib. İstifadəçilər öz zəif mövzularını analiz edə, nəticələrini detallı şəkildə izləyə bilir. Ən diqqət çəkən məqamlardan biri isə valideyn nəzarət sistemidir. Valideynlər artıq övladın nəticələrini an-ban izləyə bilir. Bu isə həm məsuliyyəti artırır, həm də inkişafı sürətləndirir. Mütəxəssislər deyir ki, bugün düzgün hazırlaşanlar sabah rəqabətdə fərqlənəcək. Əgər sən də nəticəni şansa buraxmaq istəmirsənsə, ATP.az platformasına qoşula bilərsən. Çünki sabahın uğuru bugün etdiyin hazırlıqdan başlayır. Elə indi qeydiyyatdan keç və ilk sınağı 50% endirimlə əldə et.